Salam gənclər, sizinlə mən Faiq Məmmədov. Bu gün biz informasiya və informasiya prosesləri mövzusu haqqında danışacağıq. İlk öncə kanala abunə olmağı və videomuzu like eləməyi unutmayın. Keçək dərsimizə. İlk öncə informatika elmi nəyi öyrənir və nə vaxt yaranıb, bu haqqda danışaq. İnformatika bilirsiniz ki, informasiyanın xassələrini, əldə olunmasını, saxlanmasını, ötürülməsini, emalını və bu emal üsullarını öyrənən elmdir. İnformasiya sözü, yəni informasiya və avtomatika sözlərinin birləşməsindən əmələ gəlib. Fransız alimləri tərəfindən, yəni bu daxil edilib elmə bu şəkildə. Gördüyünüz kimi burada tarixlər yazılıb, bu tarixlər önəmli deyil. Sadəcə informasiya və avtomatika sözlərinin birləşməsindən informatika termini əmələ gəlmişdir. Bəzi ölkələrdə bu computer science gedir, bəzi ölkələrdə hesablama elmi gedir. Yəni yekun adı isə olub informatika. Gəlin ilk öncə informasiya anlayışına baxmamışdan əvvəl görək verilən informasiya və biliyin fərqi nədir? Verilən nədir uşaqlar? Verilən müxtəlif kodlaşdırılmış işarələr ola bilər, kompüterdə verilənlər ola bilər. Ümumiyyətcə bizim üçün mənası məlum olmayan məlumatlar verilənlərdir. Məsələn, sizə hər hansı bir məsələni deyirəm, tutaq ki, belə bir şey yazılıb, 27 milyon 51 min 991. Məsələn, bu ədəd kiminsə seriya nömrəsi ola bilər nəyinsə və yaxud da hansısa bir məsələnin həlli ola bilər. Bu bizim üçün informasiya deyil. Bu artıq bizim üçün nədir? Veriləndir. Və yaxud da kiminsə doğum tarixi ola bilər, 27 may 1991. Ona görə bu bizim üçün veriləndir. Bəs bu verilən bizə məna kəsb eləsə, bu artıq olur nə? İnformasiya. Yəni mən bayaq dedim, tutaq ki, 27 milyon 51 min 991 ədədidir. Bunu mən belə oxuyuram. Kimsə mənə deyir ki, yox, bu 27 may 1991 hansısa bir tarixi şəxsiyyətin doğum günüdür. Bu artıq oldu mənim üçün nə? İnformasiya. Yəni, əgər verilənlər bizim üçün məna kəsb edirsə, bu artıq olur nə? İnformasiya. Və biz əgər informasiyanı tətbiq ediriksə, yəni informasiyanı analiz edib, onun nəticəsini, yəni o informasiyanı istifadə ediriksə, bu artıq olur bizim nəyimiz? Biliyimiz. Bu artıq bilik adlanır. Məsələn deyirəm, tutaq ki, sizə hər hansı bir yol hərəkət nişanı verilib. Bunu bilməyən adam, yol hərəkət nişanı bilməyən adam üçün bu veriləndir. Amma bilən adam üçün bu nədir? İnformasiyadır. Artıq tutaq ki, məsələn deyirəm, yol ver nişanını qoyulub ora, tutaq ki, yolda. Sürücü, bir sürücünü göstərim, o nişanı bilmirsə, bu artıq onun üçün veriləndir. Onun üçün heç bir əhəmiyyət kəsb eləmir. Amma bunu bilən sürücü, yol ver nişanını bilən sürücü artıq neynir? O informasiyanı əldə eləyir, daha sonra bilik vasitəsilə neynir? Qarşıdan gələn nəqliyyat vasitələrinə yol verir. Və yaxud da, məsələn, uşaq vaxtı, uşaq məsələn, əlini hansısa bir isti bir şeyə vuranda görür ki, əli yandı. Artıq onda informasiya, bilik formalaşır ki, əlini isti şeyə vursa, isti obyektə vursa, cismə vursa, əlini yandıracaq. Ona görə bu artıq ona bilik var, növbəti dəfə o bilikdən istifadə edərək əlini isti qaynar cisimlərə toxundurmur. Və yaxud da küçədə yağış yağır, biz güclü yağış zamanı neyinirik? Çətir götürürük ki, islanmayaq. Bu da bizim əldə etdiyimiz biliyə əsaslanır. İnformasiyanın hansı növləri var? İnformasiya ümumiyyətcə, belə deyək, insan duyğu üzvləri vasitəsilə informasiyanı ətraf mühitdən qəbul eləyir. Deməli, 5 duyğu üzvü vasitəsilə informasiyanı qəbul eləyir. Bunlar göz vasitəsilə, yəni ən çox gözlə, 80-90% hardasa informasiyanın ətraf mühitdən gözlə toplanır. Buna görmə informasiyası deyirlər. Daha sonra eşitmədir, qulaq vasitəsilə qəbul olunur. Qoxu burunla, dad ağızla və toxunma taktil. Yəni istinin soyuğu, yumşağı bəlkə biz toxunma ilə, taktillə, yəni əldə edirik. Nəyinsə dadını dil vasitəsilə təyin edirik, qoxunu burun vasitəsilə, digərlərinə dedik. İnformasiyanın 5 xassəsi var. Yəni 5 mühüm xassəsi var. Bunlar hansılardır? Bir, elə obyektivlikdən başlayaq. Obyektivlik nədir? İnformasiyanın şəxsin subyektiv fikrindən asılı olmamasıdır. Yəni ümumi fikrə əsaslanan
informasiya, bu obyektiv informasiyadır. Məsələn, deyirik ki, dünyanın ən dərin çökəkliyi Mariana çökəkliyidir. Bu, yəni obyektiv fikirdir. Və yaxud da deyə bilərəm ki, bizim kəndin mənzərəsi ən gözəl mənzərədir. Bu təbii ki, mənim nədir? Obyektiv, üzr istəyirəm, subyektiv fikrimdir. Yəni obyektiv fikir deyil. Obyektiv hamı tərəfindən qəbul olunan, informasiyadır, obyektiv informasiya. Subyektiv isə mən deyirəm ki, mənim maşınım ən sürətli maşındır. Bu artıq mənim öz subyektiv fikrimdir. Gəldik etibarlılığa. Etibarlılıq nədir? Bir neçə mənbədən alınan informasiyalar üst-üzə düşürsə, bu artıq etibarlı informasiya sayılır və yaxud da rəsmi mənbələrdən alınan informasiya etibarlı informasiya sayılır. Məsələn, tutaq ki, mən sosial şəbəkədə bir paylaşım edirəm, yazıram ki, filan şey belə oldu və yaxud da hansısa bir informasiya verirəmsə, bu etibarlı informasiya deyil. Etibarlı informasiya dediyim kimi bir neçə mənbənin üst-üstə düşməsi nəticəsində yaranan informasiyadır. Belə bir tutaq ki, kimsə deyir ki, mən tez-tez eşidirik xəbərlərdə çıxırlar ki, biz xərçəngin müalicəsini tapmışıq. Amma bu təbii ki, subyektiv fikirdir, obyektiv fikirlərə əsaslanmır. Bu, yəni etibarlı informasiya deyil. Üçüncü tamlıq gəlir. Tamlıq deməli, qərar vermək üçün bizə kifayət edən informasiya, yəni məlumatlar tamlığı qoruyur, belə deyək. Məsələn, sən əgər hər hansı bir obyekt haqqında tam məlumat alırsansa, artıq deməli, o obyekt haqqında fikrin formalaşır, informasiya ala bilirsən, belə deyək. Tutaq ki, mən şagirdə deyirəm ki, kitab aç. Burada axı mən tam informasiya ötürmürəm, hansı kitab aç? İnformasiyam olmalıdır ki, şagird bilsin ki, və yaxud da tutaq ki, şagirdin qiymətləri haqqında məlumat almaq istəyirəmsə, onun təkcə bir KSG-sinin qiyməti və yaxud da formativ qiymətləndirilməsi mənə kifayət etmir, onun haqqında tam informasiya alım. Mənə onun KSG, BSG və formativ qiymətləndirilməsi təqdim olunmalıdır ki, mən o şagird haqqında, şagirdin qiyməti haqqında məlumat tam əldə edim. Gəldik aktuallığa. Aktuallıq nədir? İnformasiyanın cari zamana uyğunluğudur. Məsələn, səhər-səhər yol boş idi, 1 saatdan sonra yolu bağladılar, yol tıxac oldu. Mən tutaq ki, kimsə məndən soruşsa şəhərdən tutaq ki, yarım saatdır qayıtmışam, yollar necədir? Deyəcəm, boşdur. Həmin adam çıxır yola, görür ki, yollar tıxacdır. Deməli, mən şəhərdə olan vaxtı o informasiya aktual idi, artıq mən evə gələndə informasiya aktuallığını itirdi. Aktuallıq yəni cari zamana uyğunluqdur. Anlaşıqlıq nədir? Anlaşıqlıq isə yəni başa düşülən olmalıdır informasiya. Tutaq ki, mən dərsi elə izah eləyə bilərəm ki, şagird üçün anlaşılan olmaz, amma və yaxud da nə bilim, hər hansı bir tutaq ki, bilmədiyim dildə kimsə mənə nəyisə ötürmək istəyər, bu mənim üçün anlaşılan olmaz. İnformasiyanın formalarından danışaq. İnformasiya müxtəlif formalarda ola bilər. Mətn formasında ola bilər, ədədi, qrafik, səs və video formasında informasiyalar ola bilər. Vacib məqamlardan biri də informasiya prosesləridir. İnformasiya prosesləri 4 mərhələdən ibarətdir. İnformasiyanın toplanması, yəni qəbul edilməsi, sonra saxlanması, daha sonra emalı və ötürülməsi. Yəni biz emal eləyib sonra ötürürük. Burada yerləri dəyişik düşüb. Yəni tutaq ki, kitabdan informasiyanı oxuyuruq, daha sonra saxlayırıq, daha sonra emal eləyib ötürürük. Mövzumuz bu qədər gənclər. Rəy və təkliflərinizi şərh bölməsinə yazmağı unutmayın. Kanalımıza abunə olsanız sevinərəm. Sağ olun.